Mən səni hər cür maşından gördüm də. Lazımdır. Təmiz Vito. Vito Corleone. Əsas odur ki, kondisionerimiz var. Ha, yəni Gruzavoy amma kondisioner, yəni şüşəsi bağlı yayda gəzirsən də faktiki olaraq. Nədir bu kira? Satdıqdır, nədir bu? Satdıqdır. Evet. Satdıqdır. Sən varsan da bu aləmdə. Lüboy şey satırıq. Nə istəyirsən. Fərqi yox. 4 dənə təkəri olsun. 2 təkəri də olar. Olar, hə, fərq 2, 4, 6 fərqi yoxdur. Özdə Alman da. Ancaq Alman. EU. Hə. Şey yox, Amerika yox. Amerikaya bir nəfər baxır da, mən tanıdığım. Major. Rəşad. Təmiz Rəşad. Salam hər kəsə millət və Fəxri Əsadov və yeni videomuza xoş gəldiniz. Bu günləri Vito ilanıq. Vito ilə olma səbəbimiz var. Bilmirəm onu bu videoda göstərəcəm yoxsa o videonu ayrıca çəkəcəm, ilə qərarlaşacağım. Amma bugün çəkəcəm kadr kimi. Amma bu videoda görəsiz yoxsa çox uzatdım. Hal-hazırda Vito ilə çıxmışıq, gedirik Prime Tuning-ə. M4 CS-in yanına görək vəziyyət nə yerdədir. Burada normal asfalt işləri gedir. Söhbətə başlamazda əvvəl biraz yüngül açıqlama vermək istəyirəm. Bundan bir öncəki videoda, yəni M4-ü rənglədikləri videoda mən o video montaj eləyəndə özüm də fikir verdim ki, quruşmaya da bir sevinmədim. Bilmirəm qocalmışam, yoxsa nə idi məni belə şey eləyən. Düzdür, ilk növbədə rəngin tonu mənə biraz düşündürdü, amma get gəl, günə çıxartdım, baxdım, elədim, vallahi uşaqlar. Mən çox razıyam rəngin tonundan. Şübhələrim biraz da olsa qalıb, amma bu da bizim jürimiz. Kamran da hal-hazırda aparırım ki, Kamran maşını görməyib rənglənmiş formada. Kamran da baxsın, o da okey versə, yəni düzünə də, amma xahiş edirəm, haqqına. Azıq. Nə baş sağırdım və mən belə düşünürəm ki, burada biraz psixoloji söhbət də oldu. Əgər mən bir öncəki videoda desəydim ki, inana bilmirəm, məndə o oynamaq yoxdur da, yalandan ki, wow, uşaqlar, mənim xəyallarımı gerçəkləşdirdiniz falan, elə şeylər yoxdur. Zaten bilirdim plus-minus maşın nə rəngdə olacaq və həmin rəngi də gördüm. Düz deyin edirəm, kamerada biraz düşündürdü, amma nəticə etibarilə mən razıyam. Yəni, xoşuma gəldi. Əl işçiliyi super. O tərəfə bir fikrim yoxdur. Rəng tonu da 36'nın tonu olmalı değildi zaten. Mən buna G-Kuza'nın narıncısını vurmuşam. Ətraflı kodu nə idi, necə idi, nə formadaydı. Sonra irəliləyən zamanlarda maşın yığılar çıxar, onda mən sizə izah edərəm. Yəni, qısacası 36 ilə eyni rəng olmamalıydı. Bu səfər istəyirdim ki, eksperiment olaraq başqa bir narıncı yoxlayım. Onu da yoxladıq. Məncə maraqlı alınacaq. Psixoloji cəhətdən də onu deyirdim ki, düşünürəm əgər mən o videoda desəydim ki, wow, super, əla, elə bütün kommentlərdə də wow, super, əla olacaqdı. Çünki çalan komment gəldi ki, yox, xoşuma gəlmədi, yox, pisdir. Pisdir yazanlar həmişə olacaq. Mən onların fikrinə hörmətlə yanaşıram, amma burada da qalır da, hörmətlə yanaşıram prosta, bu qədər. Yenə də öz bildiyimi edirəm. Öz bildiyimiz də nədir? Avtomobili narıncı eləmək. Ona görə də indi maşının iç tərəfləri, bəzi detalları rənglənməlidir. Bilmirəm, nə çəkəcəm, göstərəcəm, amma əsas məqsəd Kamrana maşını göstərməkdir. Gedək. Görüm fikri nədir? Nədir fikrin? Yox, qəşəngdir, xoşuma gəldi. Yalan demirsən? Vallahi yox. Qəşəng, prosta indi hələ biraz burada qaranlıqdır. Aha. Gündə bu daha sən nə istəyirsən? Ancaq gündə saxlayıb baxasan. Bura kölgədə onsuz çomlulaşır da, 36'da da axşam çomlulaşmaları idi. Eliydi, razı. Eyni rəngdə deyil, bu başqa rəngdir, türkün məsəl, kod olaraq. Qışım xoşuma gəldi. Görürsən nəyə oxşayır, mən sənə deyim. 36 ki təzə kraska vurulur, təzə vurulur, sveji vurulur. Mən onu oxşadım. Mən də onu oxşadım. Çünki onu da biz o vaxtı əlişqə rəyləyəndə kamerası karamel kimi gəlmişdi mənə. 36 həmişə təzə kraskalananda Belə fason. Belə olurdu. Sonra elə bir dəyişirdi o rəng. O da açılırdı elə deyil. Heç keçək bir dənə kameraya da baxaq. Baxalım. Bünyamin bəy. Yes. Vəziyyət. Vəziyyət belədir də. Əla. Razısan? Rahatlayıram ya qardaş. Hə. İnan ki, elə rahatlayıram ki, səndən canım bitir. İşte gedək kameraya da baxaq, orada da işlər var. Hardan gedək? Çöldən getdik. Uşaqlar az qalıb, mən də sıxmışam, Dünyamin də sıxıb. Ki, Dünyamin sıxıb canı qutarsın məndən.
Mən də sıxmışam ki, maşını axır ki sürəcəyik. Bir neçə aydan sonra. Bu bizim qapımız. Qapıdır. Qapının içi. İstərəynəndi. Ya mənə demişdin bura qədər. Bəli, bəli. Dedin sökmə bura qədər. İdeal. Mənim arzu istəyim necə idi bu elə. İstəklərə uyğun. Bəli, bəli. Tosun. Bu da demişdim ki, dəymə bura bağlı olacaq. Bəli, bəli, bəli. Başqa nəyimiz var? Hə, qapımız oradadır. Avropa mətbəxi, bəli. Bu ikinci qapımız, şofer qapımız. Burada bizim şeyimiz var idi. Hə, onu da çıxardıblar. Əla. Buradan dəxlisiz bir dənə nakleyka var. Lazımdı, öldü mənə. Nakleyka çıxartdıq. Bu da içi. Hazır. Aha, bagajın içi. Bagajın çölü əylənmişdi, içi qalmışdı. Qəşəng, yox. Dünyam seçilib eləmir. O videoda kommentlərə yazanlar var, rəng tündür və yaxud da nədir. O həmişə hər bir avtomobilin yeni modeli çıxanda hamı deyir ki, köhnə Prado yaxşı idi. Ay sağ. O Prado ki bir də restyling olandan sonra hamı deyir ki, yox, köhnə nədir, təzə əladır. Eyni söhbət. Dünyam məndə də həmişə elə olur. Mən 36-da diski dəyişirdim, deyirlər bu nə diski? Bu nə diskdir? Biraz göz öyrəşəndən sonra zordur, bombadır. İndi bunu realda görənlər, kamerada yox. Realda görənlər hamısı avtomobil yığılandan sonra, hazır hər olur. şey yerində olandan sonra, o damdakı karbonla bu rəng tutuşandan sonra hər şey gözəl olacaq. İnşallah. Amma ki diskin rəngini dəyişəsən də. Hə, diskin rənginə. Diskin rəng. Hə, o diskin rəngini dəyişmək lazımdır. Onu qalan hər şey. onun üstündə işləyir inşallah, görək nə olur. Əla olar. Uzun sözün qısası uşaqlar, belə. Nə qalıb? Bamperlərimiz qalıb 2 dənə, arxa qabaq. 2 dənə də orada padnoşkamız var. Güzgünün qapaqlarıdır. Radarlardır balaca, bir də qapı tutacaqlar, ruçkalardır. Bunlar da rənglənir. Maşın qapının içi rənglənir. Söhbət qutarır. Söhbət qutarır, yəni söhbət eləyindən belə başlayır. Sonra bizim patpres işlərimiz var və s. Yəni hələ ki biraz buralarda nə olsa, nə çəksək, nə etsək də hamısını təbii ki sizə göstərəcəm. Odur ki, videomuzu bəyənin, kanala abunə olun. Biz davam edirik. Bu mandarinin rəngi deyil. Adam belə başqa. Sraz qurulur da, bax. Aysa. Tutursan özünü. Brad, mən razıyam bundan. Prosta keçən videoda o qədər nə bilim, bəlkə də yorğun idim, nə idim bilmirəm. Dedilər ki, ay xoşuma gəlmədi. Amma Brad, bu da Yox, bax. Gördün? Tünd. Ha. Bu da sən istədin. Bu da mən istəyirəm. Ha. O deyə qaqaş. Zaten onsuz da tədbirlərdə maşın günün altında dayanır. Gün söhbəti də öyle. Mənə elə gəlir tədbirlərdə bütün o Gəlib baxarlar. Yaxşı olmadı deyənlər Gəlib baxarlar. Ben onu deyirəm də, gəlib baxarlar. Baxdım, baba, bu söhbətə Ben onu deyirəm də. Bu videoda sənlə baxırdıq, Aysa, yadındadır, oraya bəli. söhbət. O gün düşürdü belə. Bəli, O videoya. bəli. Kodla biz sənə gedib çıx. O həminki söhbət. kölgədə başqa, gündə başqa. Bəli. Bu gecə də başqa rəng olacaq. Gecə olacaq tünd rəng. Yox, vəbşi başqa ton verəcək. Bəli. Xeyirli olsun, xeyirli olsun. Bu kodla çıxartmışıq, qardaş. Bu bizim istəyimizdir. Sənlə mənim istəyimdir ki, avtomobil bu rəngdə olsun. Getdik bir yerdə çıxartdıq. Bəli. Kodu vermişik. BMW kodu budur. Buna uyğun çıxart, o da çıxartdı. Səsimi sonra copy paste eləmə. Yox. Mənim Yəni sənin ona səsin. uyğun eləmişik. Bir dənə söz deyim dünyam. Bunun arxasında rəyləmək lazımdır. Uşaq görürsən ki, bu sabaha Paket. həll olacaq. Heç sabah yox, bu günlər həll eləyəcəyik. Şu operativ dünyamin. Operativ. Qəşəng. Günlər həll eləyəcəyik. Kim də istəmir, istədiyi rəngi vursun, hə? 100%. M4-yə salsın, o rəng vursun. Daha demirəm də ayıb olar sən dedin. Burada bu yazı görürsən, bax, sən mənə demisən ki, bu saxla. Aha. Bunu amma ləğv eləyəcək. Bu elə də bir əhəmiyyətli Problem bir deyil. şeydir. Əsas bu əhəmiyyətli budur. Əhəmiyyətli budur, bir də budur. Bu Hə, onu çıxar iqradan, problem yox. iqradan çıxardaq ki, çünki bu bursunun giriş nöqtəsi. O mənə narahat Çox edən girə baba bilmir. ağ var burada. Baba Bəs ağlar. söhbət ondadır. Mən niyə İstəmirəm. sənə bunu təklif eləyirəm? Deyirəm ki, bunu çıxardaq ki, mən bura girə bilim də. Yəni şkulka ilə girə bilək ki,
Burada da var, elə bil. Hə də eləyəcəyik. Həli. Bu Astardır zaten. Astar. Astardan sonra olunacaq. Хорошо. Хорошо. Sən hər şeyi kamerayla çəkir dünyanı. Hə. Sonra mənə demə də, nə bilim, mən at sənə videonu bax. Demək, keçən dəfə nə olub? Bu ağ söhbət olanda var. Kapotu sökdürüb gətir baxım mənim yanıma. Bir də gördüm qırğınla zəng elib, maşını yığırlar. Qırğınla zəng elib mənə ki, mənim suvranlarımı sökmüsən, itirmisən. Deyirəm qardaş, mən maşını sökməmişəm axı. Özün söküb. Özün söküb qucağımda kapotu gətirmədin. Hə, orada biraz Eynən şey də- oldu. Hə, Sonra yığdım, Allah, şeylədim. Dəli, gecə 12-nin yarısı yığıb, mən də qalmışam, yuxuluyam. Deyir ki, şeydir nədir, suvranlar manı. Deyirəm, o suvranlar harda olacaq özündə? Mən sökməmişəm kapotu. Hə, sonra düz deyirsən. Deyirəm, bax qucağımda gətirmədin kapotu. Mən indi də elə ehtimal ola bilər. İndi Girəndə. də ona görə özümü sığortalamışam. Qabaqcadan çəkilişlər var, sökülüb gəlib. Mən bir də qapı çıxartmışam. Baba buna cavab deyəm. Baba bir də buna. Bu içə mənlik. O da kraskalanmır. Hə, o da o da klassik. adi. Qalan belə mənlik bir şey yoxdur qardaş. Heç nə. Hə, o super. Xeyirlisi. 2 hours later. Taxır deyir ki, nə olar? Qaraj deyirəm, ay Sustan başım bura. Dedim sən o Zəfərin telefon nömrəsini götür. Onu yaz telefonuma. O da mənim yanımda. Nəyəcəksən? Nəyə getsin elə belə? Bu videonu burada başladıq çəkməyə, amma harda qutaracaq, proses necə olacaq, nə olacaq, heç nə bilmirəm. Əsas məsələ gəlmiş bu dəqiqə Hikmət Usta'nın bağlasına. Burada bizim keçən ildə istifadə elədiyimiz replika 19'lu competition disklər var ki, onu M4'ün üstünə taxaq, M4'ün üstəki diskləri çıxardaq, aparaq hara, bilmirəm hara, onu biləcəyik. Onu biz salamlayıq. Qardaşım, Improtex, Arjin, xahiş edirəm. Çelik, təmiz, patkliniklərimiz. Hər şey var, maşını gözləyirik. Dünya min nə oldu? Gözləyirəm. Bu mənim qabaq təkərlərim. Hə, bu Amerikansk təkərlər deyirlər. Buna bax, əzizim. Ya bu rədd edirəm də O bu qardaşım. nədir? Bu idi də keçən il. Bura təkər yox idi, neyniyim? Təkər razmeri tapa bilmirik abi. 2 dənə mişqa var 19'da qarajda. Onları vuracam ki, maşın üstünə vura bilim. Niyə deyirsən ki, vuracaqsan sonra təzədən bundan Yox, bununla qaytaracaqsan? qaytaracam da. Usta eşitdin də usta? Bura bu istəməm, onu vurma. Boş verim olsun. So, yo, biraz da şey oldu sən, sərf eləyir. Yox, istəmirəm. Bunları azdırıram oldu. Ay, bunu rədd elədə, bunun şuna montajına yer pul verəsən. Şuna montajına. Şuna montaj da ki pul istəyir. Götür təkəri. Bax, qardaşım, yeri gəlmişəm, sənsən istifadə edirəm. F-33-ün, F-36-nın orijinal M paketi var burada, hansı ki... MT. Orijin. Bəli, əl axtarırsın. Qırığı mırığı da yox. Burada var da qardaşım. Usta sonra nə var safda? Suvuranlar kimi. Çox şey var burada. Siz reklam eləyin, mən təkərlər. Usta buna reklam bax. usta. Bu da M4-ün arxa. Sən denəndə bir dənə Bu var. satdırdı, mənim maşınımdır. Hə? Mənim maşınımdır qardaşım. Sel salı. Hə, bu təzə saldı. Təzə salaskamızdır. Onu Ola bir anda satdıq malları. Bura qaynayır. Bura pişir. Usta. Evlər motoru yığılır. bilmə bu M4-ün satdıqları qədər reklam. Bax burada. 10 saniyəm var tez Hə. reklam. Bu 15'li disklərimiz var. 205, 60, 15'dir. 150 man. Gəl götür var. Şok kampaniya. Usta bax bunu hamı istəyər bilərsən. Tez Bunu, bax. əsl sənin teman. Buna bax. Hə. Polkada hazır. Bu Streetel'də gördüm burada. Səni gördüm görərəm. Orada da orijinal X-Boy. Bir anda daşıyır. Ciddi Hə, qoy imkan Sən vermir. işində olur biz də. Bir dənə bunu da çəkdə qardaşım. Hə. F-33 Ras mağazandır. 320-328 üçün. Baba Volkan. Bağla söz getsin. Gəlin alın. Gəlin al. Stoplar nədir 36? Olar kupədir, onu da satmaq olar. Bəs bu 34 fara yox şey. 30'un parası da 10 padarka 30. verərəm. Padarka? Ona padarka verirəm mən. Padarka nə oldu? Padarka nə deyir? Onu alana padarka da. Hə, alana Hə. padarka. O 3 Usta- dənə də istəyən var. Qra xromdur, onu Aha. axtarırlar qra xrom. Nədir ki bu? Kalpak Mercedes, hə, qra xrom olan az. Səhətdə prospiriti. Olo! Kalmaz təkəri. Allah Bu bunlar. bizə nədir? Ömrün təkəri. Ömrün təkəri.
Həm mən bu təkərə pul vermişəm də vaxt ikən 20-30 manat nə qədər ki, burada hava İndi kiməsə ya hədiyyə də versən götürməz. Hansı? saxlayıram. O saxlanır. Yer gəlmişəm, fəxrdən sonra bu disklər saxlanacaq. Yəni kim istəsə mənə yazsın. Baxın da şu arada mənə lazım olur. Bu satılsa da heç xeyir olsun. Kainatta yoktu senin oxşar. Yəni bu sistem harda var? 2-dən 1-ə liftlə. Bunlar hamısı harda? Şuşa Hikmət Usta'nın yanında, Universal qarajda. Yaxşı, təriflərini düşündüm. İşte. Təkrar ellər, disklər satılır. Adı deyək. O birisini kəssə bunu kəsməsin. Gəlir. Təkərə var, gül açıb. Yox, indi onunla sağollaşırıq da, bundan çox işimiz yox. Get. Ay yavaş yavaş. Bunun aması niyə belə? Niyə saxlamaz? Görən niyə saxlamaz? Bunu da yağlaxdırmaq lazım. Yəni. Zəfər də buradan apar. Yadına verir, fəxrə burada verir. Nə ilə, nə eləmək lazım? Yağlaxdırmaq lazım da onu. Yağlatdıra da versən, yağlatdırmaya da versən. O arada bir hava arada. Vırcıq. Vito Corleone gətir də. Ama 4 tane disk gelir, 24 tane. Buna bax elə. Bu da uşaqlar. Mandarinin köhnə diskləridir. 36 mandarın. Bu da öyle alınıb başqa yerə gedir. Belə teleqonda fırlanır. Bizdədir qaqaş götürmüşüm. Məndə yox, bizdədir. Sən Maşın- mənə çək də xahiş edirəm. Sən seç. Allah kömək. Maşın getsə də disklər bizdədir zaten. Amma Ha, şey var burada. nə var? Gözlə. Aç gəlsin usta. Böyük buluşma. Belə bir daha satacaq. Bax görsən bağını neçər yap. Onu qapıdan bir çıxartmaq olmur. Hikmət özü dedi ki, bu Biz maraqlı. dördünə bir dəfə çıxardaq da. Yap, Ola, bunun rozmerinlə geçən olmaz. 235, 55, 10. Yeşəm eləyim bura. Bu ondan böyük. 255. 230. Usta nəyə baxsan, disklər satılır da, təkərlər satılmır. Şərə fadakət. Xalacağım belə atmış çıxdı mənə. Balaş. Özür. Hop. Yavaş. Usta nəyə gülürsən? Bax, heç sat yoxdur. Necə ideal yığdım. Dank. Drift havali. Gel. Elə də, ha, sən. Deyirlər Bax, ki, qardaş, qoşa təcəri rüqlaq eləmək. reglovka eləmək olur, bax. Bunu mən eləyirəm, qardaş. Ünvanımızda altda qeyd eləmişəm. Bax. Elə bir pelesos. Yox, Alma. Gəlin qardaş, TikTokda da var nömrəm. Fərqi yoxdur, qoşa təkər, tək təkər. Problem yoxdur, gəlin reglovka eləyək. Buna bax elə. Bu da va. Canı, bu nə oldu? Oy. Usta gənələri var ha. Onlar da gənə bax. Gənə baxdı. Bax qardaş, hamısı bu əlimizin zəhməti, bax görürsüz. Başqa nəsə. Bizim çox yuxusuz gecələrimiz. Olub da, davam edir. Bura yuxusuz gecələrə davam. Treyt yığmağa davam. Partladırıq da bura. Qısa qol varsa efirdəyik burada. Ramin Nabrandı bir də mən. The next day. Prime Tuning ilə birlikdə Mandarin proyektinə addım-addım yaxınlaşırıq. Yəni proyektin doğulmağına, proyektin hazır olmasına yaxınlaşırıq. Hal-hazırda gördüyünüz kimi Əzaqosta yoxdur. Vaxt tapıb, macal tapıb özümü atmışam kameranın içinə. Gəlin bu günlər rəylənəcək olan xırda detalları da sizə göstərim. Burada bizim sağ-sol badnoşkalar. Bu hissədə güzgünün qapaqları, qapının ruçkaları. Bu hissəyə gəldikdə isə ön arxa bamperin göstərim qapaqları,
ruçkanın kənarları və bizim arxa qabaq bamperimizin radarları. İri detallardan isə bu bizim arxa bamper, bu isə qabaq bamperimizdir. Biz isə Prime Tuning-deyik. Kamerada vəziyyət bu formadadır. İndi keçək avtomobilin yanına, çünki maşının iç hissələri də bilməm bugün yoxsa sabah, yəni bu günlərdə rəylənəcək. İndi hal-hazırda paket deyirlər, onu da sizə göstərim. Gördüyünüz kimi maşın da son olaraq paketlənir, necə deyərlər. Qapıların arasını rəyləmək üçün. Bir qapılardır, bir də bagaj hissədir. Yəni prosesdəyik. Görürsünüz ki, üzüm gülür. Çünki hər şey bitdi. Burada da, yəni haradaydı? Boşunda orada. Görürsünüz. Bitdi bu qarşılaşma, bitdi bu bir neçə ay. Düzdür, yenə işlərimiz təbii ki var, amma rəng işi, əzzağa kişinə olan işimiz tamamilə bitdi, sonlandı. Gəlin sizə detalları da göstərim, keçək kameraya maşını göstərim. İndən sonraki proseslərdə təbii ki göstərəcəm. Deməli, belə, cavanlar. Bu bizim qapımız. Bu bizim arxa bamperimiz. Bu da bizim qabaq bamperimiz. Onu da qeyd edeyim ki, telefonla çəkirəm. Heç bir rənglənmə falan heç nə eləmirəm, yəni videoda. Telefon necə çəkirsə o formada sizə göstərirəm ki, ay rəngi belə çıxdı, ay rəngi elə çıxdı, söhbətləri olmasın. Rəng ürəyimcədir, rəng xoşuma gəldi, yalan deməyim. İndi bamperləri görəndə biraz da fikrim dəqiqləşdi. Üzümün gülməyindən məncə artıq hiss edirsiniz. Keçək görək, orada bizim bagajımız falan da var, onları da göstərim. Bu tərəfdə bizim növbəti qapımız. Yenə gəlirəm. Bamper danışır. Burada da bizim bagajımızın iç tərəfi. Burada bizim bagajımızın çöl tərəfi. Bamper danışır da qardaşım. Bu da bizim podnoşkalarımız. Hər yer narındır. Açıq desəm çox həyəcanlıyam. Tez bir zamanda Hikmətin yanına gedib maşını yığmaq istəyirəm. Necə görünəcək görmək istəyirəm. Çoxdandır bu vaxtı gözləyirdim. İndi istəyirəm keçək kameraya. Kamerada da maşının qapının iç hissələri falan rəngləndi. Onları da istəyirəm sizə göstərim. Gördüyünüz kimi kameranın içindədir maşınımız. Bax buradan keçid edirik. Bəh. Bəh, 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 bəh. Burada elə paketlidir, paketlər söküləcək, amma baxın bu hissədə artıq paket yoxdur deyə tam formada sizə göstərirəm. Güzgü qapaqları hazır, radarlar. Bunları biraz səliqəsiz yığıblar, amma inşallah ki cızılıb eləməz, məncə quruyub bir şey. Görüm, yox, tozdur. Bu bizim ruçkalar, nə bilim, bunları mən nəsə eləyəcəm, belə. Belə narahatam. Güzgü qapaqlarını göstərdim. Buradakı vəziyyət bu formada. Gəlirik bura. Bu hissə qısok rəngləndi. Çünki bu hissə açıqda qalır. Bizim burada görmüşdünüz. Çox qurdalamaq istəmirəm. Benzin bakın krışkası. Gələk bura. Burada da bunları saxladıq. Qəşəng çıxıb ha. Xoşuma gəldi. Burada cüzi axıntı problem deyil. Əsas o da ağ görünməsin. Bunlar qaydasında güzel. Prime eləyir də qardaşım. Prime'a da təşəkkür. Kırlımız. Yəni 05 nəyəsə oxşuyur. The next day. Səsküylü Prime Tuning-dən hər birinizə salamlar uşaqlar. Bildiyiniz kimi Mandarin versiya 2 avtomobilimiz, yəni M4 CS-imizin rəng işi tamamilə bitdi və artıq yavaş-yavaş Prime Tuning-də son işlərimizi görüb Hikmət ustaya tərəf yola düşməliyik. Amma Hikmətin yanına getməzdən öncə istəyirəm avtomobili sizə göstərim və son iş, xırda işlədiyimdə nəyi nəzərdə tuturamsa, onları da istəyirəm sizə göstərim və düşünürəm ki, bu videomuz çox maraqlı olacaq və videonun sonu yəqin ki, Hikmətin qarajında bitəcək deyə düşünürəm. Avtomobilimiz arxadadır, gəlin yaxından göstərim. Maşın tam hazır. Fire Orange 3 rəngində tam olaraq rəngləndi Prime Tuning-də. 2 dəfəyə rənglədik, yəni bir dəfə kuzov bütöv formada, ikinci isə
bizim qapıların və bagajın arasını. İndi qapılar ayrı, yəni qapı araları ayrı, kuzov ayrı rəyləndiyi üçün bizim burada istəməsək də belə bir perihodumuz yaranır. Həmin perihodu indi itirirlər ustalar. Və tək bura deyil də, bu günləri bu avtomobili yüngülvari polirovka eləyəcəyik yığılmazdan öncə. Eləmə səbəbimiz də nədir ki, avtomobili biz yığanda, misal üçün, baxın bura Fortuska gələcək. Fortuska gələndə Fortuskan üzərinə taxanda bura kimi bunun rezini gəlir. Bura kimi, bu formada. Və bu gələndə artıq bu hissələr altda qalır. Onlar da istəmirik polirovkasız qalsın. Ona görə bu hissələri, yəni hansı hissələrə molding keçəcək, hansı hissələr bağlanacaqsa oraları polirovka eləyirik ki, qoy istədiyimiz nəticəni əldə eləyə bilək. Misal üçün, baxın, qapağın aşağı hissəsində də bu buranı sürtüblər, burada polirovka olunacaq qısov ki, biz yığanda artıq oralara təzədən girmiş olmayaq. Ümumi hər cür bütün bu yığılma, hər şey bitəndən sonra, sənədləşmədən sonra maşını mən bir 10-15 gün sürəcəm. Həm görək nəyi var, nəyi yox. Dünyamin də burada gəzişir. Rəng işimiz bitdi. İndi polirovka hissəsindəyik. O da bitəndən sonra artıq yüklüyürük. Yox, yükləmirik, səhv dedim. Çünki bizim arxa patpresimiz yarımızdadsa, ustalar gəldi, elə prime tuningdə söktü. Yan fortikalarda söktülər. Sabahları inşallah patpres, yan fortikalarda qoyacaqlar. Digər detalları görmüsünüz, yəni bamperi, qapını. Onları da üzərinə elə belə qoyub, evakuatorla birbaş göndərəcəyik Hikmət ustanın yanına. Hal vəziyyət belədir. İndi istəyirəm sizi avtomobilin kadrları ilə baş-başa bıraxım. Uşaqlar, hal-hazırda gördüyünüz kimi yüngülvari şkurka prosesi gedir. Müəllim neçəlikdir bu? 2000-li ilə üzdən gedirik. Hansı ki Fortuska ilə buralara gəlib oturacaq, rezini ilə bir yerdə. Amma istəyirik ki, altı da qoy təmiz olsun. Ona görə ilk növbədə bu hissələri eləyirik. The next day. Oy, 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 kofta danışır. Kofta söhbət eləyir. Necəsən? Yaxşıyam, sağ ol, sən necəsən? Nə var, nə? Bu hissədə sən maşınla əngəllər. Vəziyyət. Daşdırmışıq. Tam yolmaqdır. İki də detal var. Qoy izah eləyim ki, uşaqlar, birinci bunun orasını burasını polirovka eləmək istəyirdik ki, detallar yığılanda tam eləyək. Sonra Dünyaminin saqqızını oğurladıq. Elədik tam. Bəli, indi tam polirovka prosesi başlayıb. Ona görə matdır, kapota fikir verin. Bura ilə gəlib çatmamışıq. Kapot matlaşıb. Əmrah da bizim ustamız. Bu polirovkadan məsul şəxs. Bax bu yaxşıdır, pisdir, bu qardaş eləyib. Öncədən deyib. İnşallah. Tərəfə can çıxarır. Buralar matlaşıb. Fikir verin inşallah. Baba. Kırılaya fikir verin. Burada yalandan elə-belə şeyin ucu ilə belə bir şey eləyiblər, yüngülvari. Yalandan, yəni bu sayılmır. Elə-belə. Elə fikir yaransın deyə. İndi Dünyamin söz verib ki, bagajdır, buferlərdir, qapılardır. Onları da qoyacaq ki, üstündə tam polirovka eləyək. Necə eləyək? Bagaj polirovka olmasın, maşın olsun. Elə şey mi olar? Bəlkə o saxlayaq. Deyən qutarsan Allah, saxlayaq deyə. 4 aydır buradayıq. Sən bu işə niyə gecikmirsən? Mən qardaş, biraz işlərim var idi, montaj işlərim, ona görə gəldim. Mən gəldim də iş başındayım, görsən çəkirəm qardaşım. Bu boyda işi yarılamışıq, sən indi gəl. Yarılamışıq da zoru idi axı. Yaxşı olacaq Dünyanın. Yaxşı olacaq. Bura kimi yaxşı gəlmişik. Bir də indi inşallah ki, bunlar bir də şkulkalansın, polirovka olunsun. Sonra detallar yığılsın. Gələrsən, bir də üstdən gedəcək. O heç. Mən amma bir dənə sual verim də. Maşın polirovka oldu. Patpres falan qoyuldu. Buferləri yalandan atdıq üstünə, evakuatora mindi. Maşın buradan çıxdı üzü Hikmətə tərəf. Necə hisslər bəsləyəcəksən? Darıxacam çəksin. Hara darıxırsan, gələcəm də onsuz. Amma Dərənə,
gəldi. Məsələn, real da öyle, elə bil sevinəcəksən, elə hiss edirəm. Ay, sevinəcəm, O nədir o? sevinəcəm, Şeydən partladassan, konfetidən partladassan ki, canım qutardı. O olan haldır. Buradan hər müştərinin maşını təhvil verəndə düzdür, biz hamı ilə dostlaşırıq. Onu Heç hiss kimi edirəm. də belə deyək, düşman kimi yola salmaq istəmir. Çalışırıq ki, gedən bir də yeni işlər üçün, yeni layihələr üçün yenə də bizə qayıtsın. Necə ki, mən getdim, Necə ki, gəldim. sən getdin, gəldin, eləçinə də müştərilər. Gözəl, gözəl. Uşaqlar, prosesimiz davam edir. Mən də bir-iki dənə kadr sizə göstərəcəm. Bu bildiyimiz şkurkadır, yoxsa bunda şey var? Bu tamamda 2500. Şaftalı yox. Şagirdlərə görə elə deyil ya, yaxşı qrupları. Ona görə də 2500 olması. Ay sağ ol. Bu da 2300. Şu bu günləri şkurkadır söhbət. Bəli, bəli. Bu gün şkurka sabah parıldatmaq. İnşallah. İnşallah, inşallah. Heç nə. İndi haran eləyəcəksən bura? İndi hal-hazırda kırılı olan. Kırılon, onda mən yerimi tutum. Növbəti gün yenə Prime Tuning'dəyik. Avtomobilimizi dünənləri şkurkalayırdılar. Bu günlərdə payrovka işi son sürəti ilə davam eləməkdədir. Böyük detallar demək olar payrovka olunub. Ustadan da soruşacağım ki, hələ bizim nə qədər işimiz qalıb. Gəlin istəyirsiniz avtomobili sizə göstərim. Gördüyünüz kimi maşınımız burada. Üce parıldayır. Parıldayır usta. Nə qədər işimiz qalıb? Hardasa bir gün maksimum. Bir gün. Bunun üstündən təzədən yeni nəsə olunacaq yoxsa? Hə, hələ sloy söhbətləri var belə başa düşürəm. Uşaqlar fikir versəz, bura matdır, bura hələ heç nə olunmayıb. Kapotumuz hələ parıldayır, amma hələ də prosesdədir. Yan tərəfdə də işlər gedir, buralar da parıldayır. Məncə görürsünüz. Hələ başlanğıc da, qardaşın dediyi kimi. Bamperlər, podnoşkalar, bagaj qalıb, onlara hələ keçəcək, hələ opşu kuza ilə istəyirik tutaraq. Bu tərəfdən daha iri formada görə bilirsiniz, artıq qapı da yerində olduğu üçün, arxa krilo, qapı. Hələ var proses. Hələ var, hələ buralarda da var. Yəni, tələsmədən çalışırıq ki, yaxşı nəticə əldə eləyə bilək. Baxın, baxın. Amma görüntü maşın nəyəsə oxşuyur, belə deyərdim. Özdə buradan da bir dənə görüntü verim sizə. Yan tərəfdən görüntü belədir. Düzdür, podnoşkaza da heç də yoxdur deyə biraz qəribə görünə bilər, amma ümumi vizual gözəldir. Axır ki, bu maşını narıncı rəngdə gördük. Belə uşaqlar, Əmrah usta payrovkaya davam eləyir. Sabahları yəqin ki, arxa patpres və yan fortçikaları qoyacaq üstünə. Həyəcanlıyıq, gözləyirik və bir neçə gün sonra yəqin ki, artıq Hikmət ustanın yanına gedib çıxarıq. Biz də hələ ki, payrovkaya davam. Yenə səhərin gözü açılmamış Prime Tuning'dəyik, gəldik maşının başına. Dünənləri ilkin payrovka işləri hamısı hazır oldu. İndi səhər bura gəlmə səbəbimiz arxa və yan şüşələrin taxılmasıdır. Ustanı gözləyirəm, gəlsin buraları taxsın. Və usta gəlinə kimi də buraları qəşəng silib təmizləmişəm ki, patpres taxılandan sonra əl girmir buralara. Patpres tərəfinə gəldikdə isə bizim həmişəki tərəfdaşımız, köməkçimiz Erer Avtoglas, yəni avtoşüşə. Sağ olsun, sökəndə də ustalar çox ehtiyatla, səliqəli formada sökdülər. İndi inşallah eyni qaydada da şüşələri gəlib qoyacaqlar. İnşallah sizə də istənilən demək olar avtomobilə əsasən də ön şüşə tapa bilərsiniz. Aşağıda Instagram adresləri çıxacaq, müraciət edib maraqlana bilərsiniz. Biz isə təzə patpresi almırıq.
özünküləri üstünə taxmalıyıq. Və bəli, gördüyünüz kimi şüşə işimiz bitdi. Elər Avtoglas, Avtoşüşə az, təşəkkürlər. Maşın yavaş-yavaş baba vidəmir. Prosta bu günləri dəyməyəcək maşına, konkret qurusun, heç bir oynama olmasın. Çünki biraz risklidir. Riskli də nədir ki, Zavodskoy bunun heç vaxt burada rezini falan olmadığı üçün bunu biraz tərpətsək oynayacaq, zazoru qaçacaq. Ona görə də qoruyub saxlayırıq bu formada. Dəymirik, dolaşmırıq. Avtoşüşəyə təşəkkür elədik. Prime Tuning-dəyi yenə də və nəyi gözləyirik? Şüşələr quruyur. Sabahda bir gündə artıq Hikmətin qarajına doğru yola düşəcək. Odur ki, videomuzu bəyənin, kanala abunə olun. Bizim videomuz hələ davam edir. Hikmətin qarajında görüşərik. Ya da Hikmətdən əvvəl nələrsə də olsa çəkib sizə göstərəcəm.